Salam, hər vaxtınız xeyir olsun. Bu videoda Elm və Təhsil Nazirliyinin 6-cı siniflər üçün keçirilmiş olduğu monitorinqdə düşən riyaziyyat suallarının izahlarını paylaşacağam. 51-ci sualı deyir ki, x bərabərdir 4, y bərabərdir -3 və ABC ifadələrinin qiymətlərini müqayisə edin deyir. Gəlin A-nın, B-nin və C-nin qiymətlərini tapaq. A bərabərdir. X-in yerinə 4, Y-in yerinə -3 qoyuruq. 2 vurulsun 4, üstəgəl -3. 2-ni 4-ə vuranda 8. 8-in üstünə -3 gəlmək demək, mənfi toplamanı çıxmaya çevirir. 8 çıx 3, cavab olur 5. Bu A-nın qiymətidir. B-nin qiymətini hesablayaq. 3x çıx y, yəni də yerinə qoyaq. X-in qiymətinə 4 qoyuram. Çıx, Y-in qiymətinə -3 qoyuram. 3-ü 4-ə vuranda 12. Mənfi də çıxmanı üstəgələ çevirir. 12-in üstünə 3 gəlirik, eləyir 15. Və C-ni tapanda x vur y, yəni 4 vurulsun -3, bu da eləyir -12. İndi bunları müqayisə edirik. Ən kiçiyi C-dir təbii ki, mənfi olduğuna görə. Sonra A və ən böyüyü də B olur. Doğru cavab A variantı. 52-ci məsələdə deyir ki, şəkildəki yarımçevrə eni 5 sm olan düzbucağının tərəflərinə toxunur. Buna görə yarımçevrənin diametri neçə santimetrdir? Çevrənin mərkəzini burada qeyd eləsək, mərkəzindən bax bura kimi məsafə, bu da elə radiusdur da və düzbucağının eninə bərabərdir. Deməli, bu çevrənin radiusu 5-dir. Ora 5-dirsə, bu hissə də 5-dir. Aydındır ki, buradan burada radiusu 5-dir və bizdən diametr istəyir. Bu yarımçevrənin diametridir. 5 üstəgəl 5 olacaq 10. Doğru cavab B variantı. 53. Düzbucaqlı formasındakı bağçanın eni 18, uzunluğu 24 metrdir. Bu bağçanın ətrafına bərabər aralıqlarla bağçanın hər 4 küncünə ağac əkmək şərti ilə ən az neçə ağac əkilə bilər? Deməli, düzbucaqlı formasındakı bu bağçadır. Eni 18-dir, uzunluğu 24-dür. Bu bağçanın ətrafına bərabər aralıqlarla hər 4 küncünə ağac əkilibdir. Bərabər aralıqlarla ağac əkilir. Gəlin baxaq. 18 və 24-də deməli, ən az dediyinə görə, görək ən böyük hansı aralıqlarda bölə bilərik? Yəni, həm 18-ə, həm 24-də bölünən ən böyük ortaq bölən tapıram ki, görün bunları eyni neçə metrdən bir ağac əkə bilərik. Ən az ağac dediyinə görə biz çalışırıq ki, 18 və 24-ün bölündüyü ən böyük ədədi tapaq. Yəni, əbobunu tapırıq 18 və 24-ün. Bu da, deməli, 6-nı çıxartsaq mörtəzə xaricinə, əbob 3 ilə 4 qalar. 3 ilə 4 1-dir, qarşılıqlı sadə ədəddə əbob 1-dir. Cavab olur 6 metr. Deməli, 18 və 24 metri ən çox 6 metrdən bir biz burada ağac əkə bilərik. Hər ikisinin bölündüyü ən böyük ədəd 6 olduğuna görə. Daha sonra düzbucaqlı formasındakı bağın perimetrini hesablayırıq. 18 plus 24 eləyir 2 vurulsun 12, 1 yadda 3, 42. Bu da eləyir 84. Deməli, bağın perimetri, yəni uzunluğu 84-dür belə. Ətrafında 84 metrdir və bunu 6 metrdən bir ağac əkilirsə, bölürük 6-ya 14. Deməli, 14 dənə belə ağac əkmək olar. Doğru cavab D variantı. Növbəti 54-də Zeynəb kitab oxumağa başladı. O, birinci gün kitabın 40 səhifəsini, ikinci gündən başlayaraq növbəti günlər isə hər gün 14 səhifə oxudu. Aşağıdakı riyazi ifadələrdən hansı Zeynəbin x gündən sonra oxuduğu səhifələrin sayıdır? Deməli, birinci gün 40 səhifə oxuyub, üstəgəl. Bu 40 səhifə, yəni birinci gün oxunub da. İkinci gündən başlayaraq hər gün 14 səhifə oxudu, x gündən sonra. Deyir, x gündən sonra. Bu x günün birinci gününü 40 səhifə oxuyub. Bunu bilirəm axı. Ona görə bu bir günü çıxıram. Çünki bir günü 40 səhifə oxudu. Qalan x çıx bir günə hər gün 14 səhifə oxuyubdur. Ona görə bunu da 14-ə vururam və bu da bizim deməli riyazi ifadəmiz olur. Doğru cavab A variantı. Baxaq növbəti suala. Burada da A bəndi idi. Növbəti
55-ci məsələdə deyir, iki velosipedçi ayrı-ayrı şəkildə təsvir olunan dairəvi yolda hərəkət edirlər. Bu iki dairənin mərkəzləri arasındakı məsafə 75 metrdir. Aha, burada metr yazıb, burada kilometr. İndi görək hansına uyğundur da. Yəqin ki, metr olar, burada şu şəkildə səhv verilib. Deməli, deyir ki, bu iki dairənin mərkəzləri arasındakı məsafə 75 metrdir. Birinci yolun radiusu 30 metr. Birinci yol budur. Radiusu 30 metrdir. Yəni, buradan bura məsafə 30-dur. İkinci yolun radiusu 20-dir. Yəni, buradan bura məsafə 20-dir. Bizə nə soruşur? Mərkəzlər nə soruşur? Buna görə aşağıdakılardan hansı doğrudur? Aha, variantlara baxırıq. İki velosipedçi bir-birinə ən az 20 metr məsafəyə qədər yaxınlaşa bilər. Ən az 20 metr. 30 ilə 20-ni toplasaq 50-dir də, elə. 30 ilə 20-ni toplasaq eləyir 50. Bu aradakı məsafə 75-dən çıxırıq 50-ni 25 qalır. Deməli, iki velosipedçi ən az 25 metr yaxınlaşa bilərlər bir-birinə. Deyək ki, biri buradadır, biri buradadır və ən az 25 metr bir-birinə yaxınlaşa bilərlər. Bu səhvdir. İkinci, B bəndi. İki velosipedçi arasındakı məsafə 140 metr ola bilər. Gəlin baxaq. Ən çox iki velosipedçi biri burada olsa aralarındakı məsafə ən çox olar. Gəlin bunu hesablayaq. Deməli, 30 buradır, 20 buradır. Bu hissə 75-dir. 75-in üstünə bir 30 gəlirəm, bir də 20. 50-ni gəlirəm də, yəni 75-in üstünə 50 gələndə eləyir 125. Ən çox bunlar 125 metr məsafədə ola bilərlər. Amma burada 140 metr yazıbdır. Ola bilməz, yəni 125-i keçə bilməz. Bu da səhvdir. Sonra C bəndi. İki velosipedçi arasındakı məsafə 10 metr ola bilər. Dedik ki, burada 25-dir ən az məsafə. İkisinin arasında ən az məsafə 25 ola bilər. Bu da səhvdir. D bəndi. İki velosipedçi bir-birinə ən çox 125 metr uzaqlaşa bilər. Bəli, bax, bu doğruydu. Bayaq hesabladığımız bu ən uzun məsafə 125 idi. Bəli, ən çox 125 metr uzaqlaşa bilərlər. Doğru cavab D variantı. Növbəti 56. Kvadrat formalı zərfin bir üzünün sahəsi 100 kvadrat santimetrdir. Kvadrat formalı zərfdir bu. Zərfdir belə. Zərfin bir üzünün sahəsi 100-dür. Kvadrat formalıdırsa tərəfləri deməli 10-10 düşür də. 10-10 düşür. Bu zərfə yerləşən diskin sahəsi ən çox neçə kvadrat santimetr ola bilər? Bu zərfə yerləşə bilən diskin sahəsi. Bax, deyək ki, bunun içinə bir disk qoymuşuq. Ən çox deyir də, elə. Bax, deyək ki, burada toxunur, burada toxunur. Və bunun diametri ən çox, elə bu kvadratın tərəfi 10 ola bilər. Diametr 10-dursa, bu diskin radiusu 10/2 5 olacaq. Ən çox 5 ola bilər diskin radiusu. Sahəsini istədiyinə görə sahə pi r kvadratı ilə hesablanır. Pi-ni də təqribən 3 götür deyir. 3 vurulsun, r-in kvadratı, r 5-dir. 5-in kvadratı 25. 25-i də 3-ə vuranda eləyir 75. Doğru cavab B variantı. Baxaq növbəti səhifəyə. Növbəti səhifə 57-də deyir, Gülzar xanım 5 nəfərlik ailəsinin bir həftəlik meyvə ehtiyacı üçün bazardan müxtəlif meyvələr aldı. Onun aldığı meyvələrin miqdarları və qiymətləri haqqında məlumat aşağıda verilmişdir. Bir ailədə adam başına düşən bir həftəlik meyvə ehtiyacının xərci orta hesabla neçə manatdır? Gəlin baxaq. 5 nəfərlik ailədir. Gəlin görək nə qədər meyvə alır ümumiyyətlə. Nə qədər pul verir? Bu ailədə adam başına düşən bir həftəlik meyvə ehtiyacının xərci. 3 kiloqram alma alır. Hər kiloqramı 1 manat 20 qəpikdən. 3-ü 1 manat 20 qəpiyə vururam. 3 manat 60 qəpiyi almaya verir. Mandalin alır 2 kiloqram. 1 manat 50 qəpiyə vururam. 3 manat mandalinə verir. 2 kiloqram portağal alır. Hər kiloqram 1 manat 60 qəpikdən. 3 manat 20 qəpik portağala verir. Sonra 1 kiloqram armud alır 1 manat 80 qəpikdən. Bu eləyir 1 manat 80 qəpik.
1 kiloqram kivi alır, 2 manat 90 qəpikdən elə 2 manat 90 qəpik də buna verir. Toplasaq bunları, gəlin burada səliqəli yazaq və toplayaq. 3 manat 60 qəpik, 3 manat 20 qəpik, 1 manat 80 qəpik və 2 manat 90 qəpik toplayaq. Görək cəmi meyvələrə nə qədər pul verir həftədə. Deməli 6 üstə gəl 2, 8, üstünə 8, 16, üstünə 9, 25, 2 yadda. 3, 9, üstünə 1, 10, 12, 2 də yadda 14. Deməli 14 manat 50 qəpik, 14 manat 50 qəpik bir həftədə verir meyvəyə. 5 nəfərlik ailədir də. Görək hər adama nə qədər pul düşür. 14-ü 5-ə bölürəm. 2, 10, 45-in də içində 9 dəfə. Deməli, hər adama 2 manat 90 qəpik həftəlik meyvə ehtiyacı xərci hesablanır. Doğru cavab D variantı. 58. Tənliyi həll edin. 14-dən çıxıram 7-ni. 2 vurulsun x çıx 5 bərabərdir. 14-dən 7 çıxanda 7 qalır. X çıx 5 bərabərdir. 7-ni 2-yə bölürəm. 3,5. X də bərabərdir. 3,5-in üstünə də 5 gəlirəm. 8,5. Doğru cavab D variantı. 59. Müəllim lövhədə 2 düzbucaqlı çəkdi. Çəkək 2 dənə düzbucaqlı. Nə deyir? Sənan bölgüləri düyümlə verilən xəttkeşi istifadə etməklə bu düzbucaqlının enini 20 düyüm və uzunluğunu 30 düyüm ölçdü. 20 düyüm enini ölçdü, 30 düyüm də uzunluğunu ölçdü. Nərmin isə bölgüləri santimetrlə verilən xəttkeşi istifadə etməklə digər düzbucaqlının enini 20 cm, uzunluğunu 30 cm ölçdü. Buna görə aşağıdakılardan hansı doğrudur? Bir düyüm 2,54 cm bərabərdir. Gəlin bunları santimetrə çevirək. Görək neçə santimetr eləyir. Bir düyüm əgər 2,54-dürsə, 20-ni 2,54-ə vururuq. Eləyir nə qədər? 8, 0, 1 yadda, 4, 5. 50,8 cm. İndi uzunluğunu da vuraq. 30-u vururam 2,54-ə, 12, 1 yadda, 15, 16, 1 yadda, 6, 7. 76,2 cm-də uzunluğudur. Deyir, Nərminin tərəflərini ölçdüyü düzbucaqlının sahəsi daha böyükdür. Nərmin bunu ölçüb də 20-ni 30-a vuranda 600 eləyir. Amma bunun sahəsi 76,2-nə 50,8-ə vursaq daha böyük eləyər. Daha böyük eləyər. Bu səhvdir deməli. Nərminin ölçdüyü daha böyük deyil. B bəndi. Ölçü vahidləri fərqli olduğu üçün düzbucaqların sahəsi müqayisə edilə bilməz. Bunu biz eyni ölçü vahidinə gətirərək müqayisə edə bilərik. Gördüyünüz kimi biz də santimetrə çevirdik düyümü və müqayisə elədik. Bu da deməli səhvdir. Sənanın tərəflərini ölçdüyü düzbucaqlının sahəsi daha böyükdür. Bəli, Sənanın ölçdüyü, yəni 50,8-i 76,2-yə vuranda daha böyük rəqəm alınır. Doğru cavab C variantı. Baxaq növbəti səhifəyə. Növbəti 60-cı məsələdə deyir ki, xətti diaqramda Samirin bir həftə ərzində günlər üzrə yeridiyi məsafələr təsvir olunmuşdur. Bu məlumata əsasən aşağıdakılardan hansı doğrudur? Baxaq. Birinci gün 7 kilometr yol gedibdir. İkinci gün 6 kilometr yol gedib. Necə tapırıq? Bax belə. Birinci gün 7, ikinci gün 6 bu şəkildə. Üçüncü gün 8 kilometr. Dördüncü gün bax burada 5 kilometr yol gedibdir. Beşinci gün nə qədərdir? 8 kilometr. Altıncı gün 9 kilometr. Və 7-ci gün 8 kilometr yol gedibdir. Müəyyən elədik bunları hərəsini. Samirin bir həftə bu məlumata əsasən aşağıdakılardan hansı doğrudur? Birinci verib ki, moda mediana bərabərdir. Moda nədir? Ən çox təkrarlanan deməkdir də. 8-dir bax, ən çox təkrarlanan. Bir də medianı tapaq. Median kiçikdən böyüyə düzürük. 5, 6, 7, 8, 8 təkrarları yazırıq təbii ki və 9.
Kiçikdən böyüyə düzlük. Elə. İndi sağdan və soldan eyni sayda rəqəmləri ayırırıq. Ortada qalan olur media. Əgər tək saydadırsa rəqəmlərimiz tək saydadır. Ortada da 8 qaldı. Deməli, medianımız 8-dir. Modamız da 8 oldu. Medianımız da 8 oldu. Deməli, elə A variantı doğru cavabdır. Baxaq növbəti suala. 61-ci sualda deyir ki, diaqramda bir məktəbin şahmat komandasının 5 üzvünün yarışda topladığı xallar göstərilmişdir. Verilənlər əsasən bu üzvlərin orta balını hesablayın. Gəlin baxaq. Xallar 5 xal bu toplayıb Leyla, 7 xal Əli toplayıb, sonra 4 xal Sevinç toplayıb, 8 xal Fərhad toplayıb, Aysu isə 6 xal toplayıb. Cəminə baxaq görə nə qədər eləyir? 12, 16, 24 və 30. 30 xal toplayıb. 5 nəfərdir, eləmi? Bölürəm 5-ə. Deməli, orta hesabla bax 6-dır. Doğru cavab D variantı. 62. Orxan həftədə 4 gün idman zalına gedir və bir dəfə 1 saat məşq edir. 4 gün idman zalına gedir və bir dəfə 1 saat məşq edir. O 3 həftə ərzində ümumilikdə neçə məşq edir? Həftədə 4 gün gedirsə, 3 həftədə 12 gün idman zalına gedir və hər dəfəsində də 1 saat məşq edirsə, 12 günü 1 saata vuranda deməli 3 həftə ərzində cəmi 12 saat məşq edir. Doğru cavab C variantı. Baxaq növbəti səhifəyə. Növbəti 63-də deyir, Nihat dostları ilə birlikdə velosiped sürməyə çıxır. Onlar qərara gəldilər ki, hər gün ən azı 3 kilometr, ən çoxu isə 12 kilometr yol qət etməlidirlər. Nihat bugün x kilometr yol getdi. Aşağıdakı bərabərsizliklərdən hansı Nihatın bugün getdiyi məsafəni düzgün ifadə edir? Nihat bugün x kilometr getdi. Deməli, ən az 3 kilometr getməlidirlər. Ən çox 12 kilometr getməlidirlər. Deməli, x 3 ilə 12 arasında yerləşməlidir. 3-ü də ala bilər, 12-ni də ala bilər. Doğru cavab A variantı. Baxaq növbəti suala. 64-cü sualda deyir, məktəbdəki Riyaziyyat dərnəyində 25 şagird, fizika dərnəyində isə 18 şagird iştirak edir. 10 şagird isə həm Riyaziyyat, həm fizika dərnəyində iştirak edir. Yalnız Riyaziyyat və yalnız fizika dərnəyində iştirak edən şagirdlərin ümumi sayı. Bax, gəlin belə baxaq da. 10 nəfər həm bu Riyaziyyat olsun, bu fizika. 10 nəfər həm Riyaziyyat, həm fizikadadır. 25 şagird Riyaziyyat dərnəyinə gedir. Bunun 10 nəfəri fizikaya da gedir axı. Yalnız Riyaziyyata gedən nə qədər olur? 25 çıxın 15 nəfər. 18 nəfər fizika dərnəyi isə bunun 10 nəfəri həm də Riyaziyyat dərnəyinə gedir axı. Yalnız fizikaya gedən nə qədər olur? 18 çıxın 8 nəfər. İndi yalnız Riyaziyyata gedən 15 nəfər, yalnız fizikaya gedən 8 nəfər, cəmi 23 nəfər edir. Doğru cavab D variantı. 65. Aşağıda verilmiş cədvəllərdən hansında x və y arasında düz mütənasib asılılıq mövcuddur? Düz mütənasib asılılıqda y bərabərdir kx şəklindədir. Yəni, mütənasiblik əmsalı y-in x-a nisbəti eyni olmalıdır hamısında. Gəl baxaq, burada y-in x-a nisbəti 1, burada y-in x-a nisbəti 1,5. Bu düz mütənasib asılı deyil. Burada y-in x-a nisbəti 4, burada y-in x-a nisbəti 3,5. Bu da düz mütənasib asılı deyil. Burada y-in x-a nisbəti 7-in 1-ə nisbəti 7, 14-ün 2-yə nisbəti 7, 21-in 3-ə nisbəti 7, 28-in 4-ə nisbəti 7 olduğuna görə, deməli, bunlar düz mütənasib asılıdır. Doğru cavab C variantıdır. Baxaq növbəti səhifəyə. 66-da dəmirdən hündürlüyü 2 metr, oturacağının radiusu 1 metr olan silindir formalı su çəni düzəltdilər. Bu çən yan səthi və üst oturacağı olmaqla yalnız çöl hissədən boyanacaqdır. Bu çən yalnız yan səthi boyanacaq. Bir də üst oturacağı bu hissə boyanacaq. İstifadə olunan boyanın bir qutusu ilə 4 kvadrat metr sahəni boyamaq mümkündür. Bu çəni verilən şərtlərlə boyamaq üçün neçə qutu boya alınmalıdır? Qutular yarımçıq satılmır deyir.
Gəlin birinci bunun yan səthinin sahəsini hesablayaq. Birinci deyir axı yan səthi də boyanacaq. Yan səthin sahəsi nə qədər olur? Silindrin yan səthin sahəsi 2pi r h düsturu ilə hesablanır. 2 pi 3-dür. R neçədir? 1-dir veribdir bizə. H-ı da verib 2-dir. Hesablasaq 2-ni 2-yə vuranda 4, 4-ü 3-ə vuranda 12. Yan səthin sahəsi oldu 12. Bax bu yan səthidir. Bir də bir dənə oturacağı boyanacaq. Oturacağın sahəsini bir də hesablayaq. Oturacağın sahəsi isə oturacağın dairədən ibarət olduğuna görə pi r kvadratıdır. Pi vurulsun, r nədir? 1-dir də. Pi-nin də qiyməti 3-dür. 3 vurulsun 1, 3 də olacaq. Deməli, oturacağın sahəsi. Cəmi yan səthin sahəsi ilə oturacağın sahəsini toplayıram. Cəmi eləyir 15. Cəm deməli 15-ə bərabərdir və deməli 15 kvadrat sahə boyanmalıdır. Və hər qutu 4 kvadrat metr sahəni boyadığı üçün neçə dənə qutu almalıyam ki, bu 15 kvadrat metr sahəni boyaya bilim. Yarımçıq da satmırlar axı. Deməli, mən 4 qutu almalıyam ki, 4 qutu vurulanda 4-ə eləyəcək 16 kvadrat metr yeri boyaya biləcəm. Yəni, 15 kvadrat metr yer boyanmış olacaq. Deməli, 4 qutu alınmalıdır. Doğru cavab B variantı. Belə. Altmış 7-ci məsələdə isə deyir ki, Cəmil dayının çiçəklərini əkdiyi düzbucaqlı formasındakı bağçanın eni 15 metr, uzunluğu 25 metrdir. O bağçanın enini artırmaqla onu kvadrat formalı etmək istəyir. Enini artırıb. Nə qədər artırmalıdır ki, kvadrat formalı olsun? Yəni 25 olmağı üçün 15-i bir 10 metr artırmalıdır ki, bu gəlib belə kvadrat formalı olsun. Bu halda bağçanın sahəsi neçə kvadrat metr artacaq? 10 buradır, 25 də buradırsa, 25 vurun 250 kvadrat metr artmış olacaq. Belə. 250 doğru cavab C variantı. Növbəti məsələyə baxaq. 68-də düz mütənasib kəmiyyətlərdir x, y. A üstəgəl B cəmini tapmalıyıq. A-nı B-ni düz mütənasibdir də. Y-in x-ə nisbəti eynidir. Burada Y-in x-ə nisbəti 3-dürsə, burada da 3 olmalıdır. Yəni 25-i 3-ə vurmalıyam. 75. Burada da 63-ü 3-ə bölməliyəm. 21. 75-in üstünə gəlirəm 21. 6, 96. Doğru cavab A variantı. Baxaq növbəti səhifəyə. 69-cu misalda isə deyir, sadələşdirin. Mötərizəni qrup açmalıyıq. -3-ü A-ya vururam birinci. -3A. -3-ü -2B-yə verəndə artıq üstəgəl olur. --yə vurulur, olur 6B. Müsbət 4-ü vururam A-ya 4A. Üstəgəl. 4-ü vururam 5B-yə olur 20B. Toplasaq. -3A üstəgəl 4A eləyir A. 6B üstəgəl 20B eləyir 26B. A üstəgəl 26B doğru cavab B variantı. 70-də Samirin həftə ərzində ekran qarşısında keçirdiyi vaxt diaqramda təsvir olunmuşdur. Samir həftənin neçə günündə ekran qarşısında 1 saatdan çox vaxt keçirmişdi. Həftənin neçə günündə ekran qarşısında 1 saatı. Baxaq, burada 1 saat deyil də, 1 saatımız budur. 1 saatdan nə deyir? Çox vaxt keçirib. Yəni 1 saat olanları götürmürük. 1 saatdan çoxlara. 1 saatı bax bu xətti çəkeyim. Bundan yuxarıda yerləşənlər. Həftənin neçə günüdür? 1 günü, 2 günü, 3 günü, 4 günü. Deməli 1 saatdan çox vaxt keçirdibdir ekran qarşısında. Doğru cavab C variantı. Baxaq növbəti suala. 71. Bilik yarışında iştirak edən 48 şagirddən 12-si yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Yarışda iştirak edən şagirdlərin neçə faizi yarımfinalda iştirak edəcək? 48 şagirddən 12-sidirsə, 48-dən 12 nəfər deməli yazılır. Bunu da faizə çevirmək üçün 100-ə vurmalıyam. 4, 100-ü də 4-ə böləndə 25 faizi deməli yarımfinalda iştirak edəcək.
Deməli, 72-ci məsələdə deyir ki, müsabiqədə iştirak etmiş şagirdlərin fənlər üzrə faiz göstəricisi diaqramda təsvir edilmişdir. Bu müsabiqədə təbiət fənni üzrə 28 şagird iştirak etdiyinə görə, riyaziyyat fənni üzrə neçə şagird iştirak etmişdir? Gəlin baxaq. Təbiət hansıdır? Bu boz rəngdə olandır da təbiət. Deməli 14% 28 olan ədədi tapırıq görək. Cəmi müsabiqələrdə nə qədər şagird iştirak edibdir fən müsabiqələrində? Deməli 14% 28 olan ədədi tapmaq üçün 28-i 100-ə vurub 14-ə bölürük. Deməli ixtisar eləyəndə 200%. Deməli tapdıq ki 28 şagirddir də, eləmi? 200 şagird var deməli. 200 şagirdin 14%-i təbiət fənnidir. Bunu tapdıq. 200 şagirdimiz var deməli. 200 şagirdimiz var. Bəs riyaziyyat fənni neçə faizidir? Bunu tapmaq üçün 100-dən çıxıram, 100%-dən çıxıram. 28, 14, bir də 33-ün cəmini. 28, 14, bir də 33-ün cəmini. 28, 14, 33 eləyir 75. 100-dən də 75 çıxanda 25% deməli riyaziyyat fənnində iştirak edir. 200 şagirdin görək 25%-i nə qədər eləyir? 225-ə vurub 100-ə bölürük. Sıfırlar ixtisar gedir. 2-ni də 25-ə vuranda eləyir 50. Deməli 50 nəfər riyaziyyat fənni üzrə iştirak edir. Doğru cavabımız 50-dir. Baxaq növbəti səhifəyə. 73-də qrafikdə dağın hündürlüyü və gölün dərinliyi təsvir edilmişdir. Dağın hündürlüyü, bax bu hündürlükdür. Və gölün dərinliyi. Bu da gölün dərinliyidir də. Burada verilibdir. Bu hissə gölün dərinliyidir, bu hissə dağın hündürlüyüdür. İndi nə deyir bizə? Deyir ki, gölün ən dərin yeri ilə dağın zirvəsinin arasında neçə metr hündürlük fərqi var? Gəlin baxaq. Gölün ən dərin yeri haradadır? Gölün ən dərin yeri bax buradadır. -300 metr. -300 metr gölün ən dərin yeridir. Bir də gəlin baxaq dağın ən hündür yerinə. Dağın ən hündür yeri haradır? Bax buradadır. 500 metrdir. 500 metr. İndi gəlin baxaq. 500 metrlə bu -300 metr arasında neçə metr hündürlük fərqi var? 500 metrdən çıxıram -300-ü və qalır 800 metr deməli hündürlük fərqi var. Zirvəsinin arasında neçə metr hündürlük fərqi var? 800 metr doğru cavabdır. Baxaq 74-də. Verilənlərə görə y çıx 2x çıx z neçə dərəcədir? 160 buradırsa, 160 da buradır. Və bax bu bucaqla bu bucaq qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 eləyir. 180-dan 160 çıxıram, 20 də bura olur. Bu 20 ilə də bu qarşılıqlı bucaqdır. Deməli 20 də budur. X 20, Y 160, Z də 20-dir deməli. Yerinə qoyaq. Y 160-dır. Çıxılsın, 2 vurulsun, X 20-dir, çıxılsın, Z də 20-dir. 2-ni 20-yə vuranda 40. 160-dan çıxıram 40, 120, 120-dən çıxıram 20, 100. Tapdıq ki, deməli doğru cavab 100 dərəcədir. Növbəti 75-də BOS bucağı AOB bucağından 2 dəfə AOB 2 dəfə nədir? Kiçikdir. AOB böyükdür deməli. 2x buradırsa x burada onda. DOS bucağından isə 3 dəfə kiçikdir. BOS DOS-dən 3 dəfə kiçiksə bu da 3x-dir. Bunlar hamısı birlikdə nə yaradır? Açıq bucaq. Deməli 2x plus x plus 3x cəmi 180-də bərabər olmalıdır. 5x 6x bərabərdir 180-də. X də bərabərdir 180-də 6-ya böləndə 30 dərəcəyə. X-i tapdıq 30-dur. Bizdən nə istəyir? Hansı bucağı istəyir? BOS-ni istəyir. Biz də BOS-ni x olaraq qəbul eləmişdik. Ona görə də doğru cavab 30 dərəcə olur. Belə, bugünkü 6-cı siniflərin monitorinq imtahanında düşən riyaziyyat suallarının izahlarını paylaşdıq. Bu videomuzda bu qədər. Sağ olun.